Ölkə ərazisində son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağışlar, normadan artıq yağıntılar kənd təsərrüfatına da ciddi təsir edib. Çaylarda daşqın və yaranan sel səbəbindən bəzi ərazilərdə əkin sahələrini su basıb, təsərrüfatlara ciddi ziyan dəyib. Əməkdaşlarımız bölgələrdə bu məsələ ilə maraqlanarkən fermerlərin əksəriyyətinin kənd təsərrüfatı sahələrini sığorta etdirmədiyini öyrənib. Bəs necə olacaq? Bu sualın hazırda cavabı varmı? Baxaq. Güclü yağışlar kənd təsərrüfatına təsirsiz ötüşməyib. Normadan artıq yağıntılar çayların daşmasına, sel və su basma hadisələrinə səbəb olub. Həmin bölgələrdən biri də Xaçmaz rayonu Cığatay kəndidir. Ağçaya gələn güclü sel kənddə daşqınlara səbəb olub. Nəticədə sel suları müxtəlif təsərrüfatlara zərər vurub. Zərər çəkən təsərrüfatlar arasında sığorta olunanlarla yanaşı xeyli sayda sığorta olunmayan kənd təsərrüfatı sahələri də var. Biberlər, pomidorlar yetişən vaxtı, çıxan vaxtında bu sürümü çəkib, pulla almışıq pomidorları, tumlarını. Heç nə. Bərbad olub gedib. Nə qədər zərər dəyişir? Kənd adından deyib 300-dən yuxarı parnikimizə, yəni bu ziyan dəyib. Sahələrimizə dəyib, yəni onu da sığorta eləməmişik. Ağacların çiçəkləmə dövrü, badam ağaclarının, meyvə bağlarının həmin dövrdə də dolu yağışlar yağdı. Yəni çox zərər vurdu. Bir tərəfdən də sel su basma ardıca. Əzəki məhsul heç ala bilmərsən, ona görə ki sel basıb suyun altındadır. Hələ bilmək olmur neçə gündə suyun altında olacaq. Burada 24 hektar buğda sahəsi sığortalanıb. Badam sahələri, sonra armud sahəsi, bir də heyva sahələrimiz hamısı sığortalıdır. 20 dənədən çox parnikim, kartoşkam, bir kənd təsərrüfatı nə varsa hamısı getdi. Mən 3000 manatlıq buraya xarc qoymuşdum. Ton yarımda buğdayım gedib. Mal yemi gedib, ot gedib. Onlardan hesabı 5-6 minə gəlir. Sığortaya heç etməmişdik, yəni düzü. Aqrar Sığorta Fondundan bildirildi ki, son günlər daha çox arpa, buğda, əkin sahələrinə və meyvə bağlarına ziyan dəyib. Ümumilikdə 2100 hektara yaxın ərazi su altında qalıb. Hal-hazırda fond tərəfindən həmin ərazilərdə hadisələrin qiymətləndirilməsi həyata keçirilir. Belə ki, müstəqil ekspertlərimiz tərəfindən hadisələrin qiymətləndirilməsi həyata keçirdikdən sonra sığorta ödənişlərinin məbləği hesablanacaq və fermerlərimizə zərər ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılacaq. Qeyd edək ki, əkin sahələrini sığorta edərkən sığorta haqqının 50%-ni dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər. Aqrar sığorta mexanizmi 41 bitki və bitki məhsulunu çoxsaylı riskdən qoruyur. Bura dolu, fırtına, qasırğa, sel, su basma, leysan, şaxta vurma, normadan artıq qar yağması, yanğın, torpaq sürüşməsi və digər hallar daxildir. Bəs fermerlərə dəymiş ziyana görə sığorta ödənişi nə vaxt həyata keçirilir? Əgər 100% zərər halları ekspert tərəfindən müəyyən edilmirsə, sığorta ödənişləri bizdə biçin yığım dövrləri vaxtı həyata keçirilir. Bunun səbəbi ona əlaqədardır ki, bitki canlı varlıqdır, özünü bərpa eləyə bilər. Eləcə də təbiət hadisələrinin qarşısı alına bilən deyil deyə, yəni ki, hələ biçim yığım dövrünə qədər növbəti təbiət hadisələrinə zərər dəyimi ehtimalı olduğuna görə sığorta ödənişləri bir qayda olaraq fermerə yığım biçim dövründə həyata keçirilir. Əlavə olundu ki, hazırda su basma halları ilə bağlı ən çox müraciətlərin daxil olduğu Quba Xaçmaz bölgəsində 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə 6 manat 65 qəpiyə, arpa sahəsinin sığortası isə 8 manat 5 qəpiyə başa gəlir. Dağlıq Şirvan bölgəsində isə 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə 10 manat 80 qəpiyə, arpa sahəsinin sığortası isə 13 manat 65 qəpiyə başa gəlir. Ülkər Əliyeva, Ağabala Məmmədzadə, Cəfər Talıb, Sərxan Mirzəyev, ATV Xəbər.